20-30 manata danışır buradan bura. Xəstəmiz olur, skor gəlmir. Elə bir yerdir ki, maşınla, başqa bir maşın da gəlmir ki, sənə kömək elə, yardım elə. Kürdəmir rayonunun Sərtəyəz kəndində 5 kilometr yolun bərbad vəziyyətdə olması sakinlərin gündəlik həyatını işgəncəyə çevirib. Kənd cəmaatı bildirir ki, bu yol Sovet dövründən bəri asfalt üzü görməyib və qışda palçıq, yayda isə toz torpaq səbəbindən nə hərəkət etmək, nə də şagirdləri məktəbə aparmaq olmur. Sakinlərin sözlərinə görə təcili yardım belə kəndə gəlmir. Sürücülər isə yolun vəziyyətinə görə 30 manat əlavə pul tələb edir. Maşın gedə bilir, harda yurdudur. Yurdudur. Yurdudur deməsə orada. Girmək olmur. Hə, gidiyor orada, cüzəbəcədir. Yolunu da qırmaq Yolun bərbadlığı səbəbindən uşaqlar məktəb yolunda yıxılıb qolunu, qıçını sındırır. Xəstələr isə rayon mərkəzinə aparılana qədər əziyyət çəkir. Hətta sakinlərin iddiasına görə hamilə qadın yolda taksidə uşaq dünyaya gətirilməli olub. Kənd sakinləri deyir ki, məmurlar illərlə yol çəkiləcək vədlərini verib. Lakin illər keçib, nəticə isə yoxdur. Kənddə baxış keçirən rəsmilər sadəcə söz verib gedirlər. Reallıqda isə bir qarış asfalt belə vurulmur. Sakinlər deyir ki, bu yola bir dəfə də asfalt çəkilməyib. 700 nəfərə yaxın əhalisi olan kənd hər gün bu yoldan istifadə etməyə məcburdur və vəziyyət artıq dözülməz hala gəlib. Hansı taksiyə deyirsən, deyir ki, məndir, o Çərtezə gedən Ayşə, deyir o Çərtez yolu nə gündədir, mən girmirəm deyir oraya. Mən gedib gələ bilməm, gedib gələndə 20-30 manata danışır buradan bura. Yolumuz bərpa gündədir, xəstəmiz olur, skor gəlmir. Deyir, yol yaman gündədir, gələ bilmərik. Kəndin bir dənə yolu yoxdur. Kimə deyirsən, deyir, düzələcək, amma düzəlmir. Dəfələrlə qəzalar olur, yol sürürsən, çaşqa qırılır. Elə bir dərin yağmalar var ki, çaşqa qırılır, maşın qalırsan yolda. Nə elə bir yerdir ki, maşınla, başqa bir maşın da gəlmir ki, sənə kömək elə, yardım elə. Sutkalarla qalırsan orada. Məcbursan ki, bilmirəm, nə qarırsan, yol yoxdur. Bir sözünə yol yoxdur. İllərdir vədlər verilir, amma ortada nə yol var, nə də xidmət. Bu vəziyyət dövlət qurumlarının kəndlərə olan münasibətinin göstəricisidir. Sakinlər artıq səbirlərinin tükəndiyini deyirlər və problemin dərhal həll olunmasını tələb edirlər. Nizam Rəsulov, Aqilə Sədov, xüsusi olaraq Dinas TV üçün.